Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Hazreti Fatıma Zehra selamullah aleyhanın viladet gününü bütün Müslümanlara, müminlere, xüsusilə müminələrə, analara və xanımlara, bacılara təbrik edirəm. Bir xanım ki Seyyidətü Nisa'il aləmindir. Aləmlərin xanımlarının xanımıdır. Siddiqe-i Kubradır. Bir nurdur. O nur mələklər də ondan qidalanar. Onun ibadətinin nurundan da mələklər faydalanar. Bu mübarək günü təbrik edirəm. Qur'an-ı bəhsimizdə çatmışdıq Həzrəti Yusif cərəyanına. Həzrəti Yusifi ki quyuya saldılar və qardaşları qayıtdılar atalarına, maceranı tərif eləsinlər, desinlər, məcbur idilər yalan danışsınlar. Çün özləri, özəlləri ilə Yusifi quyuya saldılar və Yusifi satdılar. Burada gəldilər, axşam qeyddilər və ağlaya-ağlaya. Quran buyurur ki, qalu ya əbana, inna zəhəbna nəstəbiq. Bizim atamız. İbarətləri də bir növ seçirlər ki, Həzrəti Yaqubun bir növ duyğusunu, hissiyyatını özlərinə nisbət yumuşatsınlar və atalıq məhəbbəti ilə bu məsələyə baxsın. Ey bizim atamız, inna zəhəbna, biz getdik, vaxtı olduq səhrada, yarış keçirdirdik bir-birimizlə və tərəkna Yusufa ində mətaina. Biz Yusifi öz mallarımızın yanında qoymuşduq, fəəkələhu zeyb, qəflət elədik, qurd yedi. Və ma əntə bimü'minin lənə və ləv kunna sadiqin. Biz düz dedik, sən bizə inanmayacaqsan. Çün əvvəldə də belənçit bir cümlə bu xatirə ki, Həzrəti Yaqubi sustursunlar və Yusifi götürsünlər, aparsınlar. Belənçi bir cümlə varları idi bilərsindən ki, işlətmişdilər. La təmənna ya əbana maləkə la təmənna əla Yusufə. Ayə 11-də nə olub sən Yusifə nisbət bizə inanmısan? Hər halda bu cür bir cümlə işlətdilər. Burada bir nüktə var, o da insan bəzən çox məşğul olsa, istəyirlər bunu Həzrəti Yaquba qəbul elətdirsinlər də. Biz çox məşğul olduq, Yusifdən qəflət elədik. Ona görə qurd Yusifi yedi. Hələ bu yalanı düzəltdilər eş, amma bu iskeleti istəyirlər desinlər ki, bizim çox məşğuliyyətimiz səbəb oldu qəflət eləyək. Və bu öz-özlüğündə düz sözdür. İnsan məşğul çox olsa, fikrini, qəlbini, ruhunu yönətsə bir sıra məşğul edicilərə, ləhvə, qəflətə düşər. Vaxtı qəflətə düşdü, Yusifini yiyərlər. Vaxtı qəflətə düşdü, sərmayələrini qurdlar yiyər. İnsanın bəzən nəfsi insanı məşğul eləyər. Bəzən şeytan insanı vəsvəsəsi ilə məşğul eləyər. İnsan ləhviyyatda görürsən 2 saatdir hələ internetdən çıxmayıbdır.
Bir dənəsi idi, söz tapsın internetdə. Telefona girdi, daha məşğul oldu. Məşğul oldu, 2 saat ömrünü qurd yedi. Həmişə qurd canlı heyvana deməzlər. İnsanın Yusiflərini yiyənə qurd deyərlər. O iki insan vaxtını hədərə verir. O iki insan ömrünü, varlığı hədərə verir. O iki insan sərmayələrini, fitrətini, ruhunu, qəlbini məşğul olmaqla ayrı sahədə, tənəzzüllü sahələrdə səbəb olur, məşğul olsun və qəflətə düşsün, ülvi məqsədlər unudulsun həyatında, vaxtı unuduldu, vaxtı da yiyilər, aradan gedər, hədər olar, sərmayələri də aradan gedər, onlar innəl insan ləfi xusr. Həqiqətən insan xəsarətdədir. Bu iskelet, bu sistem düz sistemdir. Bunlar istədilər bu sistemdən özlərinin işlərinə bir bəraət qazandırsınlar. Biz qəflətə düşdük. İnsan məşğul olsa qəflətə düşər. Həddindən çox ifrati məşğul olsa qəflətə düşər. İnsan dünyada bəzən bir mühüm suallar zehninə gələr. Bəzən bir sualların da dalınca düşər. Görsən bir sıra maarif öyrəndi, dünya görüşü genişləndi, məqsədini tanıdı, özünü tanıdı, yolunu tanıdı. Davam versə bu hikmətli bir yaşayış biləsinə baş tutar. İnsan yaşayar həyat-ı təyyibədə. Bir ülvi bir həyatda dünyada yaşayar. Amma bəzən bir etapdan sonra bəzi məşğul edicilər bunu həyatında dayandırar. Vaxtını öldürər, sərmayələrini, ağlını, fikrini. Bəzən biz bahana gətiririk ki, vaxtımız yoxdur. Niyə? Üçün o qədər vaxtımızı bəzən doldururuq, həmişə iş ilə doldurmuruq. İnsan bəzən özünə də yalan danışar. Məşğul edicilərlə doldururuq. Maraqlı bir iş olsa, 1 saat yox, saatlar vaxtımızı sərf eləyərik və israf eləyərik və məsraf eləyərik. Amma o önəmli hadisələrdə ki, biz ondan öz həyat təməlimizi, ülvi həyat təməlimizi, həyat-ı təyyibə təməlimizi qurmalıyıq. Görürsən, məşğul edicilərlə qəflətə düşürük və Yusiflərimizi aradan veririk, hədərə aparırıq. Yusif insanın həyatında ömrüdür. Yusif insanın həyatında dəyərli sərmayələridir, ruhun o fidanlarıdır ki, o fidanları qurulduruq. İnsan eləyə bilər, o ağla həyatını, dünya görüşünü genişləndirsin, aləmi olduğu kimin insan qüdrəti qədər tanısın, bir hədəfini, məqsədini, həyatın məqsədini, Allahını, özünü tanısın. Amma məşğul edicilərlə ömrünü hədərə verir. Həmişə bu deyil ki, insanın vaxtı dolub. Bəzən insan vaxtını məşğul eləyibdir. İnsan özünə müdiriyyət eləsə, nəzmi versə vaxtlarına, onda qəflət həyatından gedər. Bunu biz belə idik. Qəflətdə idik, Yusif yeyildi. Bu sistem düzdür. İnsan qəflətdə düşsə, məşğul olar və o qədər məşğul olar ki, daha öz sərmayələrini itirər. Amma insan yalan bir həyatla, yalan danışmaqla, yalançılıqla həyatını qursa, ki bunlar öcür qurdular, buna yalan şahid də məcburdur gətirsin. Bunlar Yusif Peyğəmbərin körnəyin gətdilər. Bir qoyunu, bir heyvanı kəsdilər, onun qanından bu paltara bir növ aludə elədilər və paltarı qanla qarışdırdılar, gətdilər Həzrəti Yaqubun yanına. Həzrəti Yaqub baxdı, gördü ki, bu paltar heç cırılmayıbdır.
Əgər qurd Yusifi yeyibdi, paltar ki əvvəl cırılmalıdır. Sonra Yusifin bədəni, əti, sümüyü sınmalıdır. Ona görə Quran Həzrəti Yaqubdan bir cümləyi burada gətirir. Bu sözdən sonra və ca'u əla qəmisihi bi dəmin kəzib qalə bəl səvvələt ləkum ənfusukum. Deyir, bunlar gətirdilər bir Yusifin paltarın yalan qanıyla. Yusifin qanı da idi. Paltarda yalan qanı idi. Niyə yalan qanı idi? Çünki paltar hələ cırılmamışdı. Ona görə Həzrəti Yaqub buyurdu ki, sizin nəfsiləriniz işinizi sizə zinətləndiribdir. O çirkin iş ki, Yusifi quya salmaqdır. Çirkin iş ki, bu yalandır burada, bu hadisədə yalandır, yalan danışmaqdır. Bu çirkin işi sizin nəfsiniz sizə zinətləndirib, yalanın çirkinliğini dərk eləmişsindir. Yaxşı. Burada bir yalan bəhsi var ki, bu izah olunmalıdır. Yalan, yəni insan bir hadisəyi ki olmayıbdır, o hadisəni deyə, olmadıq bir şeyi olduq kimin görsə də, ya olduğu olmadıq kimin görsə də. Aləm, hadisələr bir-birinə zəncirli bağlıqlar. Biz bəzən o zənciri dərk eləmərik, görmərik. Hadisələr bir-birlərinin riyazi ədədlər kimindilər. 1, 2, 3, 4. Sən 5 ilə 4-ün yerində əksin, 3-dən sonra 5-i qoysun, 5-dən sonra 4-ü. Adi insanlar, riyazi bilməyənlər onu dərk eləməzlər. O ki, aləmşinasdılar, o ki, nişanələr əllərindədir, əlamətlər əllərindədir. O dərk eləyəcək ki, bu 5 burada yeri dəyidi. Burada yeri 4'dür. Sən yalan deyirsən 5'dir. Hadisələr dökürdü. İnsan bir yalan söz danışsa, ona subut da gətirsə o yalan sözün düz olmağına ikinci yalandır. Və məcbur da hadisələrdə hey yalan desin. Yusifin qurd yemağı yalan idi. Ona görə buna istərlər şahid düzətsinlər. Bu Yusifin körnəyin gətdilər. Bu da ikinci yalan idi. Ondan sonra hey təkrarlı bu 20 ildə hey Həzrəti Yaqubun ağlamağının qarşısında sözlər danışırdılar. Atamız mevhum bir zada, olmayan bir zada ki Yusif gələcəkdi, Yusif diridir, bunlara ağlayır. Bunlar yalanlar birbirinin dalınca bunlar deyilirdi. İnsan bir yalan demir həyatda. Bir yalan vaxtı deyir, aləmin o çün zəncirli rabitəlidir, məcbur da aləmin tamam əlamətlərini silsin və çün silənməz bir yerdə yalancının abırı gedər. İnsan bu aləmə ihatəsi yoxdur. Amma aləmdə hadisələr hamısı bir-birindən əlaqəsi vardır. Bir hadisədə bu yalanı üzə çıxacaqdır. Günəş həmişə bulut dalında qalmaz. Doğru həmişə gizli qalmaz. Bu ki, İmam zuhur eləyəndə hədislər vardı ki, hər münafiq tanınacaqdır. Hətta daşdan, münafiq əgər bir daşın yanındadır, o daşdan səs çıxacaqdır ki, bu münafiqdir. Bu mənası budur ki, aləmdə yalan və nifaq tam həmişə gizli ola bilməz. Cəhəti də budur ki, aləmin hamısı rabitələri bir zəncirli, riyazi formasında sistemli bir-birlərinə əlaqəsi var. Sən bu sistemin hamısını təmizləyənməsən, yalancı sənət düzədənməsən aləmdə. İnsan bir yalan bir sənət düzətsə, davamında hey yalan sənət düzədə. Bu aləmdə bu olmaz. Çünki aləmin Rəbbi deyil, aləmə ihatəsi yoxdur. Haqq aləmdə qalır. Batil qalan deyil. Yalan tam özünü yerləşdirənməz bu aləmə. Ona görə görsənəcəkdir. Görsən burada körnə ilə görsəndi. Bunlar Yusif bir gün
diri olarak, Əziz-i Misr olarak, bir şəvkətli bir insan olarak görsəndi. Bunlar Yusifi deyirlər, qud yiyibdi. Bilə-bilə bu yalanı deyirdilər ha. Hər halda bu da bir mühüm nüktədir ki, aləmdə yalan yapışmaz bu aləmə. Bidəmin kəzib. Yalan qan. Yalan qan, yəni o nişanə içsən, yalanıva istəyirsən aləmə, yalanıvı subut elətdirəsən, təsdiq elətdirəsən, o özünü həmişə bərpa eləyənməz. O özünü həmişə düz kimin qələmə verənməz. Bir yerdə üzə çıxacaqdır. Ona görə bidəmin kəzib. İnsan vaxtı yalan danışır, aləm ilə istəyir mübarizə eləsin. Aləm onu təsdiq eləməyəcək. Bir şəxs ilə mübarizə eləmir. Ki, deyək, şəxsi Allahdır. Bir neçə qrubla mübarizə eləmir yalan danışanda, deyək, qrubu Allahdır. Aləmdə istəyir o riyaziyyat sistemini dəyişsin. 4-ü aparsın 5-ə, 5-i geçsin 4-ə. Bu, aləm bunu təsdiq eləməz. Bir yerdə bu maska kənara gedəcək, görsənəcək həqiqət. Çünki tamamı nişanələri sən o yalanıva uyğun düzəldənməsən. Mümkündür bir sıra insanlar gec dərk eləyələr, bir sıra insanlar Yaqub kimin elə əvvəldə o nişanələrlə görələr ki, bu yalandır. Yaqubdan, Hazreti Yaqub salamullahi aleyhdən nəql olunub ki, deyir, bu necə qurddur? Çox ədəbli bir qurd idi, çox diqqətli idi ki, Yusifi yiyib körnəyini heç nə eləməyibdi. Bir üçüncü nüktədə ki, bu ayələrdə vardı, o da budur ki, insan özünə diqqət eləməsə, özünə nizarət eləməsə, o çirkin işlərə bir gözəllik verilər nəfsi tərəfindən, şeytan tərəfindən. Vaxtı gözəllik verdi, insan duçar olar. İnsan mümkündür yalan danışmaqdan acığı gələ. Amma bir gözəllik verələr buna. Mən bu yalanı ki danışıram, atamın diqqətini özəmə çoxaldıram. Atamın nifrətindən azaldıram. Mən istəyirəm atam mənə məhəbbəti olsun, nifrət olmasın. Əgər düzün desəm, atam ki məndən nifrət olar, Yaqubu biz quyuya saldıq. Bücür desəm, atamın nifrət olmaz. Bu maska, bu pərdə, o düzlüğün, həqiqətin insan örtürü, yalan danışırı və o yalanın çirkinliyini örtürü. Deyir, bəl səvvələt ləkum ənfusukum. Sizin nəfsləriniz sizə gözəlləşdiribdir bu işi. Bəti gözəlləşdiribdir, doçar olursunuz. Həmişə əvvəlcə insan nəfsi dəstur verməz, göstəriş verməz. Azmaq tədrici prosesdir. Necə ki, rüşd və inkişaf tədrici prosesdir. Nadir insanlar var, bir anda dəyişilərlər, ayrı model olarlar. Adətən insanlar tədrici əyrilərlər, əyri olarlar, tədrici düz olarlar və inkişaf eləyərlər. Prosesi də budur ki, ayrılıqda insan gördüyü işlər zinətlənər və ona bir bəraət qazandırar, yozular. Vaxtı zinətləndirindi, əvvəl etapda insan o gözəlləşdirici formada o işi görər. Mən atamı istəyirəm cəlb eləyəm məhəbbətini. Ayrış görmürəm ki. Getdikcə daha lüzumu yoxdur da o zinətdə gələ. Elə o çirkin əmələ insan adiləşər. Da çirkin əməlin çirkinliği insanın düşüncəsindən gedər. O fitrət sönər, fitrət o çırağını azaldar. Ona görə insan əvvəl mərhələdə nəfsin təsvili ilə, zinətləndirməsi ilə üzbəyiz olar. İkinci mərhələ nəfsin əmri ilə. Əvvəl musəvvilə var, sonra nəfs-i əmmarə var. İnsan nəfs-i musəvvilədə, o nəfsi ki, insanın günahlarını zinətləndirir, insanın eybilərini, xətalarını əvəzin ki etiraf eləsin, əvəzin ki
günahdan tövbə eləsin, əvəzincə bu xətadan öz götürsün, xəta eləməsin, zinətləndirir, davam verir. Zinətləndirir, davam verir. Bir etapdakı da zinət lazımdır. O iş özü adiləşir insana. Qəbahəti gedir, pisliği gedir. Esselamu aleykum və rəhmətullah və bərəkət.